Salam, YouTube kanalıma xoş gəlmisiniz. Saat mövzusuyla davam edirik. Bugün Azərbaycan dilində saat 7-yə 20 dəqiqə işləyir. Saat 8-ə 10 dəqiqə qalıb deməyi öyrənəcəyik. Yenə həmişəki kimi sualımızla dərsimizə başlayırıq. What time is it? Saat neçədir? Burada sizin üçün kiçik bir düstur yazmışam. Əgər xatırlamaqda çətinlik çəkəniniz varsa, bu düsturdan istifadə edə bilərlər. Qələminizi götürün, dərsə başlayırıq. Cümləyə it is ilə başlaya bilərsiniz. It is, dəqiqə, past, plus saat. Bu düsturdan saatın neçəyə işlədiyini demək üçün istifadə edəcəyik. Məsələn, saat 8-ə 20 dəqiqə işləyib. 1 və 30 dəqiqələri üçün pastdan istifadə edirik. Azərbaycan dilində işləmək ifadəsindən. Məsələn, buradakı nümunəmizə baxaq. 7-yə 5 dəqiqə işləyib. Bəlkə düsturumuzu xatırlayırıq. 5 dəqiqə, it's 5 minutes, past 6. Past ingilis dilində ötmək deməkdir. Azərbaycan dilində biz 7-yə 5 dəqiqə işləyib deyirik. Lakin ingilislər məlumatı ötürərkən saat 6-dan 5 dəqiqə ötübdür deyirlər. 6:05 bunun elektron saatdakı versiyasıdır. İndi isə gəlin ənənəvi saata baxaq. Saatın kiçik əqrəbi saat 6-dan bir damcı, sanki 5 dəqiqə keçdiyini göstərir. Yəni 7-yə 5 dəqiqə işləyib. Burada sizin üçün bəzi nümunələr qeyd etmişəm. Saat 10:01-dir, ondan 1 dəqiqə keçib, yəni 11-ə 1 dəqiqə işləyibdir. It's 1 minute past 10. Yenə birinci dəqiqə gəldi, sonra ötmək, sonra isə ötürdüyümüz saat. Quarter sözünü xatırlayaq. Quarter 4də 1 deməkdir. Biz bilirik ki, 1 saat 60 dəqiqədir. Buna görə də 60-ın 4də 1-i 15 edir. Saat 3:15-dir. It's quarter past 3. 15 dəqiqə ötübdür 3-ü. 3-dən 15 dəqiqə keçib. Daha sonra 7:25. It's 25 minutes past 7. 8-ə 25 dəqiqə işləyib. Yəni 7-dən 25 dəqiqə keçib və 8-ə işləyibdir. It's half past 5. 5-dən yarım saat ötübdür, yəni 6-nın yarısıdır bizim dildə desək. What time is it? Yenə sualımız. It is, dəqiqə, to, saat. Bu dəfə isə saat 7-yə neçə dəqiqə qaldığını biz deyəcəyik. To, qalmaq deməkdir və bu Azərbaycan dilindəki eyni məntiq ilə gedir. Gəlin baxaq. 6:40. Saatın 7 olması üçün, baxın 30 dəqiqədən sonraki dəqiqələr üçün bu keçərlidir. Saatın 7 olması üçün bizim 20 dəqiqəyə ehtiyacımız var. Saat 6:40-dır və bizə 20-cə dəqiqə lazımdır ki, saat 7 olsun. Deməli, 7-yə 20 dəqiqə qalıbdır. It is 20 minutes to 7. 5:50. 5:50-ni burada həm rəqəmsal saatla, həm də ki, ənənəvi saatla göstərmişəm. Baxın, 10-ca dəqiqə lazımdır ki, saat 6 olsun. It's 10, 10 dəqiqədir. To, qalıb 6-ya, 6. Rəqəmsal saatda 05:50 kimi göstərilir. Baxın, saatın kiçik əqrəbi şəkildə 6-ya yaxın dayanıbdır. Sanki 5-dən 50 dəqiqə ötüb, 10-ca dəqiqə lazımdır ki, 6 olsun. Burada sizin üçün bəzi nümunələr yazmışam. Rəqəmsal saatı çevirərkən biraz bizə hesablama əməliyyatları lazımdır. Buna ehtiyac duyuruq. Baxın, burada 5:32-dir. Biz bilməliyik ki, 60-dan 32-nin çıxanda neçə dəqiqə qalır ki, onu deyək ki, 6-ya nə qədərsə dəqiqə qalır. It's 28 minutes to 6. 6-ya 28 dəqiqə qalıb. Bu nümunələrin tərcümələrini zəhmət olmasa kommentə yazın. Videonu like edib kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.